Bağışlayan və mehriban Allahın adı ilə dedik ki, Ramazan insana şükr etməyi öyrədir, səbr əhli olmağı öyrədir. Bəs bu xüsusiyyətlər var ki, Ramazan ayı bizlərə öyrədir. Biz bunların müqabilində necə olmalıyıq, necə səbirli olmalıyıq, hansı tərs səbr edənlərdən olmalıyıq, hansı tərs təmkin edənlərdən olmalıyıq ki, səbrin bir neçə nümunəsi vardır ki, onlardan nümunə gətirək ki, məsələn, ac, susuz qaldıqda Ramazan ayı boyunca və yaxud ümumiyyətlə həyatımızda çətinlik gördükcə, hansısa bir çətinlik, müşkül qarşımıza çıxdıqda şikayət etməməliyik. Başqalarına qarşı bacardığımız qədər təmkinli olmalıyıq, nəinki qəzəblənərək öz ruhiyyəmizi haldan salmalıyıq. Qeybətdən, mənasız sözlərdən, məxsus da o şəxslər ki var, həqiqətən bizim həyatımıza mənfi təsir qoyur, o şəxslərdən uzaq durmalıyıq. Çünki insan düşünsə ki, mən kiməsə görə çətinlik çəkirəm, mən kiməsə görə qəhər çəkirəm, kiməsə görə acı çəkirəm və əgər düşünsə ki, bu şəxs, eləcə də şəxsin özü də müvəqqətidir, bütün bu çətinliklər müvəqqətidir, həqiqətən dəyməz ki, mübarək Ramazan ayında insan öz mənəviyyatını əlindən versin. Həzrət Rəsulullah buyurur ki, orucun səbrin yarısıdır, oruc tutmaq səbrin yarısıdır.